idi. Amma mən bu döyüşü qəbul elədim. Çünki mən Türkəm, Türk kanı var məndə, talışam mən. Mən qorxmuram, çəkinmirəm. And what is it meaning to you winning in Istanbul, Türkiye? İlk növbədə elhamdülillah. Salam aleykum Türkiye. Türkiye mənə doğma bir ölkə kimi gəlir. Çünki biz də Azəriyiz, biz də Türküyük. Yəni elə bil ki doğma məkanımda vuruşuram. Və mənə xoşdur ki Türk milləti mənə dəstək olur. Və Azərbaycan xalqıma da buradan təşəkkürümü bildirmək istəyirəm. Hamı oturub baxırlar mənə, dəstək olurlar. Fərqi yoxdur. Liboy sosial şəbəkədə, TikTok, Instagram, hər yerdə təşəkkürümü bildirirəm. Bütün müəllim heyətimə, hamıya təşəkkürümü bildirirəm. Amma bu qələbəmi anama həsr eləmək istəyirəm. Çünki anam mənim həm psixoloqumdur, həm dietoloqumdur, həm həyat müəllimimdir. Anam olmasaydı mən bugün burada olmazdım. Sevirəm səni anam. Teşekkürler. Döyüşüm atmenit olmalıydı. Sağ olsun ki Türkmen kardeşimize qəbul elədi. 10 kilo məndən ağır idi. Amma mən bu döyüşü qəbul elədim. Çünki mən Türkəm, Türk kanı var məndə, talışam mən. Mən qorxmuram, çəkinmirəm.